Sızanaqlar üçün dərman, krem, maska, hər bir şey istifadə etmisiniz. Lakin hələ də keçmir. Bəlkə də səbəb üzdə deyil, bağırsaqlardadır. Bağırsaq mikrobiotası dəri sağlamlığı ilə birbaşa əlaqəlidir. Bağırsaq mühiti dəyişən zaman dəridə iltihaplanma yaranmağa başlayır. Gəlin bu faktları birlikdə nəzərdən keçirək. Antibiotik istifadəsindən sonra artan sızanaqlar. Bağırsaq mikrobiotası bu zaman zədələnir və iltihap maddələr dəri vasitəsilə xaric olunmağa başlayır. İkinci, qəbizlik və ishaldan sonra sızanaqların artması. Bu zaman bağırsaqda toksinlər artır və bu toksinlər bədəndən dəri vasitəsilə xaric olmağa başlayır. Şəkər və emal olmuş qidalar tükətən zaman. Bu zaman zərərli bakteriyalar bağırsaqda artır, bağırsaq mikrobiotası zədələnir və dərinin iltihablaşmasına gətirib çıxarır. Sızanaqlar hər zaman dəri problemi deyil, bəzən də bağırsağın disbalansını göstərən əlamətdir. Əgər sizin də uzun müddətli dərman müalicəsi ilə keçməyən sızanaqlarınız varsa, bağırsağınızın müayinəsinin tam zamanıdır.